Tertemiz Azərbaycan dilində sizlə bir-iki fikrimi görüşüm. Xalq Cəbhəsinin sədri Əli Kərimli artıq bir aydır həbsdədir. Əli Kərimli hamımız bilirik ki, heç bir cinayət törətməyib və uzun illərdir ki, bizim ölkəmizdə cinayətkarlar yox, məhz cinayəti ifşa edənlər, onu lənətləyənlər, ona qarşı mübarizə aparanlar həbsxanaya atılır. Belə bir rejimi, belə bir sistemi quran insanlar lənətə layiqdir. Amma ən dəhşətli, ən acınacaqlı və ən çox məzəmmətə layiq olan insanlar, şəxslər bu rejimdə vəzifə tutmadıqları halda, öz yaşayışları bərbad halda ola-ola bu rejim qurucuların, bu rejimi idarə edənləri tərifləyənlər, onlara yaltaqlananlar, onları alqışlayanlardır. Ar olsun belələrinə və Əli Kərimli başda olmaqla bütün vicdan məhbuslarına, siyasi məhbuslarına azadlıq.